Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə hazırda Günəşdə M11 alışmaları səbəbindən aktivlik aşağı səviyyədədir. 20-21 yanvar tarixlərində 10-cu sinif alışmaların baş verməsi ehtimal olunur. Sferas bildirir ki, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb və maqnit sahəsini artırıb, lakin Günəş küləyinin surəti minimaldır. 20 yanvar Günəş küləyinin artması gözlənilir. Təsir yanvarın 21-22-sində azalacaq və 22-sində normal səviyyəyə çatacaq. Geomaqnit sahə 20 yanvar G1, G2 səviyyəsində aktiv olacaq, 21-də normallaşacaq və 22-sindən stasionar vəziyyətə keçəcək. KP əmsalı 20-sində 5-7, sonrakı günlərdə isə 4 və aşağı olacaq.